Heydər Əliyev Beynəlxalq Aeroportunda taksi irqçiliyi müşahidə olunur. Belə ki, hava limanı ərazisində olan sərnişinlər ya Bolt tətbiqindən Bolt aeroport seçimini edə, ya da dayanacaqdakı London taksilərinə minə bilirlər. Sərnişinlər qeyd edirlər ki, artıq tətbiqlər vasitəsilə sifariş etmək mümkün olunur. Taksilərə qoyulan bu qadağadan sonra aeroportda sərnişin sıxlığını əks etdirən görüntülər də yayılıb. Hava limanı ərazisinə yalnız müəyyən taksi şirkətlərinin buraxılması insan haqları və azad seçim hüququnun pozulması kimi qiymətləndirilə bilər. Bu, azad rəqabət prinsiplərinə ziddirmi? Globalifo azad danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, hazırda hava limanına bəzi taksi şirkətlərinin buraxılmaması və ya fəaliyyətinin məhdudlaşdırılması böyük problemdir. Nəticədə gediş haqları 29 manatdan aşağı deyil. Bu vəziyyət birbaşa vətəndaşların azad seçim və hərəkət hüququnun məhdudlaşdırılması deməkdir. Sərnişinlər yalnız əllərində yükləri ilə şlagbaumadə gedib seçdikləri taksiyə oradan minə bilirlər. Çünki onlar dayanacaqlara buraxılmırlar. Vətəndaşlara məsələnin həlli üçün ombudsmana, hətta prezidentə müraciət etmələrini tövsiyə edirəm. Azad İstehlakçılar Birliyinin sədri Eyüp Hüseynov deyib ki, bu hal istehlakçıların inzibati üsullarla seçim hüququnun məhdudlaşdırılması deməkdir. Bu, azad bazar prinsiplərinə ziddir və rəqabət mühitinin inzibati yolla pozulmasına cəhddir və yol verilməzdir. Ombudsmanın bu məsələ ilə bağlı monitorinq aparması müsbət haldır. Belə tədbirlərin bazarın başqa segmentlərində də olması vacibdir. Mən istehlakçı hüquqlarının pozulmasına dair fikirlərimi ombudsman aparatına da təqdim etmişəm. Çünki bu problemlər bazarın müxtəlif sahələrində müşahidə edilir. Bəzi sahələrdə aqressiv reklamlar gedir, istehlakçılar aldadılır. Ümumilikdə Azərbaycan bazarı hazırda qeyri-sağlam balans vəziyyətindədir. Bu ilin fevralında İqtisadiyyat Nazirliyinin tərkibində olan Antinisar və Bazara Nəzarət Dövlət Xidməti ölkə başçısının fərmanı ilə Prezident administrasiyasına tabi quruma çevrilsə də, onun fəaliyyəti effektiv deyil. Bu baxımdan ombudsmanın bazarda istehlakçı hüquqlarının qorunması istiqamətində aktivliyi mühüm əhəmiyyət daşıyır və bu sahədə ciddi dəyişikliklərə təkan verə bilər.